şəxs həkimdir. Cərrah oftalmoloq Xəlil Hüseynovdur. Həmkarlarının dediyinə görə savadlı və peşəkar bir həkimdir. Xəlil doktor, sizin belə bir layihədə nə işiniz var? Təsəvvür edin ki, bu həkim illərlə tibb universitetində ali tibb təhsili alıb. Bildiyim qədərilə tibb üzrə fəlsəfə doktorudur, yəni elmi işdə müdafiə edib. Savadlı və peşəkar bir cərrahdır. Əminəm ki, bütün çevrəsi intellektual insanlarla doludur. Bəlkə də Xəlil doktor bəyənib hansısa bir məhəllədə, çayxanada belə əyləşməz, özünə yaraşdırmaz, bir elit restoranda, elit məkanlarda oturar. Bəs necə olur ki, çayxana səviyyəsində olan bir söhbətin parçasına çevrilə bilirsiniz? Necə özünüzə layiq bilirsiniz? Bu tək Xəlil doktora aid deyil, digər həkimlərə də aiddir. Özünüzə yaraşdırırsınızmı o söhbətləri? O söhbətlərin bir parçası olmağa özünüzü layiq bilirsinizmi? Yəni bu ölkədə həkim kimi fəaliyyət göstərmək üçün, həkim kimi işləmək üçün mütləqmi gedib bir məişət söhbətinin bir parçasına çevrilmək lazımdır. Yəni peşəkar bir həkimin hansısa bir psixoloji problemi olan, yaxud yazıb oxumağı bacarmayan, yaxud əqli qüsurlu insanların PR-na mı ehtiyacı var? Əqli qüsurlu insanlarla PR olunmağına mı ehtiyac var?